Herkese merhaba, kanalıma hoş gelmişsiniz. Bugün bana gelen hediyeler sizinle buluşacağım. İlk önce böyle bir pomada, en ahırda size benim bayradığım bir hediyeni göstereceğim. Çok geçişti. Bu arada dudağıma vurmuşam bundan. Bakın belədir. Görünür görəsən bilmirəm artık. İkinci hediyem nar çok geçişti. Burası kirlenip. Bu necə təmizim? Çünki mən ya səfər elədim təmizləyə bilməliyim arkadaşlar. Sonra belə göz panesidir. Çox qəşəngdir. Bu arada gözümün üstünə bundan vurmuşdum axşam. Çox qəşəngdir. Amma indi vaxtım yoxdur sınamağa. Çünki çox işlərim var bugün. Və üçüncü hediyemiz belə bir gözlükdür. Bunları böyle bura koyuyorum ki yerler kalsın. Sonra arkadaşlar böyle bir magnetten yapışan kulağa bir sırga kimi bir şeydi. Akşam denedim. 3 taneydi. Düştü arkadaşlar. Şimdi buradadır. Burada olmalıydı. Evet. Gösterdim. Akşam düştü. Arkadaşlar akşam düştü. Ve biri itti arkadaşlar. Evet. Kaldı ikisi. Sonra bir Blacks'imiz var. Blacks'lar artık bende 100 tane olacak arkadaşlar. 50 de anahtar da 50-51 böyle olar arkadaşlar. Benim çok Blacks'lerim var. Böyle avokadolu bir Blacks'imiz var. Şöyle koyalım. Bayıldım. Arkadaşlar sonra ne göstereyim? O kadar şeyler var ki. Böyle bir Blacks'imiz var. Koyacağım sileyim. Blacks'ı gösterdim, bu bizim Blacks'ı. Arkadaşlar vaxtım yox idi, gedib salfetka gətirmədim yəni. Ona görə əlimə sildim. Mən beləyəm arkadaşlar yəni. Əlinirəm, əlimə silirəm. Bu da belə. Çox qəşəngdir. Bu nə elədir? Sonra bunu araşdırdım, görüm nə elədir. Sonra nə göstərdim? Belə broşkam var. Saçımı belə yığarım. Mənim saçım buradan topuz. Nədə olmadım. Yuxarıdan belə yığıla bilmir də. Qısa saçım olduğuna görə. Mənim əvvəl çox uzun bir saçım var idi arkadaşlar. Onlardan da shortlarımda görmüşsünüz. Video short paylaşmışam onunla. Saçım çox dəhşət uzunuydu. Sonradan kəstirməyə qərar verdim. Çünki həqiqi çox başım ağrıyırdı və gözlərim ağrıyırdı. Kəstirəndən sonra şükür Allaha ağrımır. Sonra gösterdim arkadaşlar size. Belə bir bacıma belə bir broşka hədiyyə eləyiblər. Bacıma çox qəşəng şeylər hədiyyə eləyiblər. Belə broşkalar. Mən taxa bilməm ki, mən yəni balaca deyiləm. Belə bir broşkam. Arkadaşlar bunu bacım birin akşam eline götürdü, itirdi. Tarafı çok teşekkür. Arkadaşlar dedim ki bunları da ben özüme götüreceğim. Çünkü seslerimi bunlardan yapacağım. Arkadaşlar sonra burada nerede bu? Açmamışım. Ya bakın görün bunu. Arkadaşlar bakar mısınız? Minik broşkalar, minik. Sevirəm mən, çünki solkamı buradan belə yığıram. Sevirəm. Bunu görməmişəm. Arkadaşlar, burada lak var yumuş. Bunun içində ürəkli kablı. Əlimdə gördüyünüz kimi bu rezinlərdəndir. Mən bunu axşam baxdım və saçımı bununla yığmışdım. Arkadaşlar, bitirməmişəm. Burada da bir magneti yoxdur. Bunun üzerine 3 tane bunu da koyaq bura. Sonra arkadaşlar ben böyle bir şeyler çok seviyorum. Safetkalı, Coca-Cola kimi. Böyle bir safetkamız var. Ben akşam dözməyib bu safetkanı açtım, işlətdim. Canım çok güzel var bu safetkanın. Buna bakın, kremli. Bu safetkalardan olsa bende de var arkadaşlar. Bilezik. Bir de kuru safetka. Bilezik var. Ben bunu bayıldım arkadaşlar. Ama biraz elimden düşür kimdi. Bence çok geçti. Ve ben uşaqlar
Belədirsə heç çox sevmirəm də, yəni əlimə taxmam. Amma ki mənim evdə həqiqət doludur. Videolarda görürsünüz ki mən taxmıram. Mən sevmirəm də, yəni hər şeyləri mən sevmirəm, amma ev doludur. Belə bir üzük şeylər göndərirəm. Yəni mən sevmirəm. Məsələn saxlayaram, amma hədiyyə zət verərəm. Amma ki mən özüm taxmağı o qədər də çox sevmirəm. Axırda gəldik ən axırıncı hədiyyəmizə. Ən axırıncı hədiyyəyə mən bayıldım. Bilmirəm, mənim yaşıma aiddirmi? Aid deyil. Belə bir sumka. Mən sevdim bu sumkanı arkadaşlar. Boyum çatmadı deyəsən. Çox qəşəng sumkadır arkadaşlar. Mən bayıldım. Və olaraq da içində katalog da göndəriblər. Bu qəpik yığmaq üçündür. Belə bir katalog da göndəriblər arkadaşlar. Mən təbii ki hər gələnə pul qoydururam. Nə qədər pulum var demirəm. O da mənim bir dənə pul qabım vardı. Onun içində həqiqət çox pul var. Amma mən hələ də onu açmamışam da. Yəni ümid edə bilməm ki nə qədərdir. Amma burada yığıram pulu. Sonra sizə birlikdə açaraq görərik nə qədər pulumuz var. Hələ ki qəpizat atmamışam içində. Çünki o birisi pul qabımı doldurmaq istəyirəm artıq. 1000-ə yaxın bəlkə də pulum var. Çünki həmişə mən pul atıram ora. Artıq burada artıq bilməm nə qədər yığmışamsa. Artıq fikirləşə bilmirəm. Məncə çoxdur da 10 manat da var. 20 manat da var arkadaşlar. Artıq bilməm ki nə qədər yığmışam. Bu kaşlokun içində dünənlərim axşam hamıdan pul alıb bu kaşlokun içində doldurmuşam. Burada indi axşam hamı gəlsin. Ay, pardon arkadaşlar. Axşam hamı gəlsin. Bunların içində də qəşəng qəpiklər yığışdıraram. Bu da mənim ən axırıncı hədiyyəm. Gül. Belə klokdaydı mən açdım arkadaşlar. Xoşuma gəlmədi klokda. Açdım belə qoydum. Qoyaq yerləşdirək içinə. Evet. Arkadaşlar bu kadar idi. Eğer abone değilsinizse hemen gelin abone olun. Bu videonu beğendinizse yorumlara kalp atın. Bu videonun devamını istiyorsanızsa beğenin. Bye.